Bu videoda 30 gün ərzində həyatımı dəyişdirəm və ilk başda da soyuq duş alacaq. Etdiyim proseslər hamısı 30 gün davam edəcək. Allah. Girmək istəmirəm. Çox çətindir. Böyle en asanlıdır, bundan çətinlər neyəcəm 30 gün ərzində. Bundan əlavə olaraq 30 gündə hər gün 300 jim, hər gün saat 6-da durub 1 saat qaçış, hər gün saat 10-da yatmaq və ən əsas da 30 gündə cinsi münasibətdən uzaq qalmaq. Və ən əsas da 30 gün ərzində necə dəyişdiyimi görəcəksiniz. Gördüyünüz bu videodan sonra tamamilə canıma tənbəllik düşdü. Bildiyiniz təmiz zəifləyəcəm. Deməli günə 300 dənə jim isə 9000 jim eləyir. 9000 jimə normal bədən yığa bilərəm yoxsa bunu görəcəksiniz. Düzdür, biraz yandırmışam amma sevirəm də bu yeməyi. İkinci gün. İnanın ki durmaq istəmirəm. Avaz bura. İkinci günün duşunu alıram. Getdik. Heç girmək istəmirəm də heç. Məcburam. Özləm. Girmək olur. Düşündüyümdən çox çətindir uşaqlar. Düşündüyümdən çox çətindir. Büyüklər içməcə. Gözə biraz çıxıb. Duş alandan sonra xəstələndim. Özümü çox pis hiss edirəm. Ümid edirəm ki normal bir haldır. İmmenli belə havanın dərisiyəm. Kapaq şəklində, banner şəklində görmüsünüz ki, belə qara buludlardan istifadə edirəm. Yandırdım ya. Bütün her şey, bütün prosesler yerindədir, zaten bu su məsələsinə yanında sıxılıram. 1, 2... Bu günü gündən daha da pisləşir. Məcbursun mənim daha. Gözəmdən çıxın. Videonun sonunda sizə sürprizim olacaq. Əgər bunun ötəsini rahatlıqla gəlmişsəm, sürpriz daha böyük olacaq. Bu yolun mantısı bilirsiniz nədir? Bu işığı köhnələr bilər. Fikir verirsinizsə motivasiyamız pik nöqtəyə çatmayıb. Bunu da sonunda görəcəksiniz. Hava özüdür. 4-cü gün. Sözdə yapmışlardır amma təbii ki yenə dediyim kimi məcburam. Məcbur girməliyəm. Gəlin bu günləri biraz da tezləşdirək. Abi niye olmur ha? Niye olmur ya? 2, 3 4 Burnum açıldı ya. Burnum açıldı. O kadar soyuq su dəydi ki. Dilim topuğum açıldı ya. Bacaracaq. Nəysə. 11-ci gün. Özdən al. 12, 13, 14. Uşaqlar, bunu şortda düzəltirəm deyənə qabağızın suya girmişdir. Yalan yoxdur, amma həqiqətən də özümü çox yaxşı hiss edirəm. Mükəmməl bir kofe. Yatmaq vaxtıdır. İndi inşallah çox yaxında normal bir video gələcək və onun qapaq şəklini hazırlayıram. Qapaq şəkillərimi ümumiyyətlə uşaqlar çox sual verir ki, necə hazırlayırsan, nə tər hazırlayırsan. Yəni qısa keçim sizə. Qapaq şəkli belə olacaq. Mənim əlimdə qutudur, hansısa bir divarın arxasında gizlənmişəm, arxamda da 10 nəfər məni izləyir güya. 10 nəfər məni axtarır daha doğrusu. Və bunu belə hazırlayacağam. Qəribə gəlsin amma bütün qabaq şəkillərimi bu günə qədər belə hazırlamışam. Biz bəzilərinə buradan rahat gələ bilər, amma həqiqətən YouTube
çox çətin bir işdir. Yəni istər bu 30 gündə əziyyət çəkməyim olsun, 30 gündə bu videonu yığmağım olsun, kapaq şəklidir. Hərəsinin öz çətinliyi var. Amma təbii ki, bacarırsansa, inanacaqsansa, özünə inamın varsa, sən bu işi sonunda bacaracaqsan. Mən 3 il yarım 3600 abunə güclə əldə eləmişəm. Artıq elə bir səviyyəyə çatmışdım ki, günlük 50-60 abunə itirirdim. Atdığım videolar dünənki kimi yadımdadır ki, bir günə 20, 30, 50 izlənirdi. Yəni YouTube-u onda da bıraxıb elərdim. Amma özümə inanım, güvənim, deyirdim ki, bir gün bacaracağam, bir gün o 100 minlik plaketi əlimə götürəcəm. Və bacardım. Bu dəqiqə milyon plaketin əlimdə olmağını istəyirəm. Azərbaycanda çox YouTuber olmaq istəyən uşaq var, amma özünə inamları yoxdur. Özünə inanım olsun, həvəsdən düşmə, disiplinlə hərəkət elə, axırda bacaracaqsan. Mən bunları elədim və bu dəqiqədə yarım milyona yaxın abunəm var. Və sonunda da bu videoda çəkə bilərəm. Götürürük əlimizə. Qayıdıb mənə deyir ki, sən bu qədər abunəni hardan əldə eləmisən? Sən gündə bir çayxanada, gündə bir qızla fırlananda, mən gecəmi gündüzümə qatıb yağış, su, qar demədən videolar çəkmişəm. Nəysə. 15-ci gün. Artıq yarıya çatdığıma görə suda az da olsa qala bilirdim. Şama görürsün ki artıq. Görürsün ki artıq gözə bilirəm. Yəni istərsən mənə əvvəlki günlərin nisbətən gözəmirəm. 18 gün qısalır. 18-ci gündə birinci günə nisbətən suyun altında daha yaxşı qala bilirdim. Və bu da o deməkdir ki, sürprizi sonda sizə daha yaxşı göstərəcəm. Yəni soyuq duş bir insanın həyatını necə dəyişdirir bu videoda gördüm. 19-cu gün. Özümü çox rahat hiss edirəm. Nice. 20-ci gün. Şokdan çıxdığıma görə Suriyan biraz. Və sonda sürprizə daha da yaxınlaşırıq. Az qaldı. Bunun adını bilənlər bir dənə yoruma yazsın. 23-cü gün və bir həftə qaldı. Birinci gündən indiki günün fərqinə baxın. Fərq həqiqətən çoxdur. Bizə bir həftə qaldı amma Necəsiz uşaqlar? Bura ustasınız. Bura usta. Oynayan vaxtımdır mənim. Oyun videosu çəkində. Futbol oynayırsınız? Ha. gün necə keçdi bilmirəm, amma onu biləm ki, sabah Basur ikəndə. Çox elə bilə ki, mən kənddə qalam, amma 6 aydır ki, Bakıdayım. Wow. 1, 2, 3. Başla. Bu 29-cu gün. Normalda su 10-15 dərəcə olur, buz tökəndən sonra baxın vəziyyətə. Bu videoda disiplinli olmağı göstərdi. Fikir verdiysə videonun başından sonuna qədər heç kim məni çəkmədi. Yəni tək başına da YouTuber olmaq olar, bunu onu sizə göstərdim. Abunə olun.